Mən ömrümün qalan hissəsini şəhərlənərək atıldığım həbsxana divarları arasında keçirmək istəmirəm. Düşünürəm ki, azlıq aksiyası nəticəsində ölsəm, bu ölümün boşuna getməyəcək və ölkə ictimaiyyətinin, eyni zamanda dünya ictimaiyyətinin diqqətinin Azərbaycanda demokratiya problemlərinə fokuslaşmasına təkan verə bilər. Mən sizi dünya qədər sevirəm. Məhkəmənin konvoy idarə edir, yoxsa siz? Bunu deyin bilək də. Sonra deyəcək ədalətli məhkəmə olacaq. Siz heç kim əlinizi vurmayın. Yox, bura keçməsin də, vurmaq üçün. Deyilməz kəsin, söz Bu telefon bizim ata ilə əlaqə saxlamaq telefonumuzdur və bundan qabaq yazmışıq Tofiq bəy Kürdaxanı, indi Umbakı. Yəni növbəti ünvan haradır bilmirik. Yəqin ki, başqa yerə köçürsələr artıq bu dəfə kontaktda onu əlavə eləyəcək. Yəni hara köçürsələr onu əlavə eləyəcək. Belə-belə ata ilə bərabər ölkənin bütün həbsxanalarını gəzirik. Bu atamın artıq yəni bütün ölkə bilir ki, bu atamın 4-cü artıq cinayət işidir və saxta cinayət işidir və 4-cü dəfədir şərlənib həbs olunub və bu dəfə daha ağır, daha sərt, daha uzun müddətli bir həbsxanaya göndərilib, cəza veriblər. Sözsüz ki, Tofiq Yaqublunu bu qərarı verməyə vadar edən ölkədəki hüquqsuzluqdur. Ölkədəki ədalətsizlikdir. Ölkədə demokratiyanın olmaması deməkdir. Ölkədə ədalətli sistem olsaydı, demokratik mühit olsaydı, bugün Tofiq Yaqublu nəinki həbsdə olardı, ümumiyyətlə heç vaxt şərlənməzdi və siyasi fəaliyyətinə görə, tənqidi fikirlərinə görə həbsdə olmazdı. Tofiq Yaqublu 1 il 3 aydır ki, həbsdədir. Bunun 1 ilə yaxını, yəni 10 aydan çox məhkəmə prosesi davam edir və bu məhkəmə prosesində bütün sübut, fakt, alibi, yəni onun özünün necə şərləndiyini isbat edəcək hər şeyləri açıb ortaya qoydu, sübut elədi. O məhkəmə zalında təəssüf ki, həmin məhkəmə prosesləri media bağlı olduğu üçün o məhkəmə zalında, mən isə məhkəmə zalından kənarda cəmiyyətə mən bütün sənədlərlə, sübutlarla bu işi biz atamla bir yerdə biz darmadağın elədik. Öz susuzluğunu sübut eləsə də və buna məhəl qoyulmadığı üçün təəssüf ki, belə bir cəmiyyətlərdə insanın yalnız etiraz etmək kimi bircə yolu qalır, aclıq aksiyası eləmək. Və Tofiq Yaqublu da bu ölkədə, hətta mən deyərdim ki, yeganə şəxsdir ki, siyasətçi olaraq ki, bu aclıq aksiyasında necə qəti, prinsipial olduğunu dəfələrlə sübut edib. Bu Tofiq Yaqublunun birinci aclıq aksiyası deyil. Yəni ən azı mənim bildiyim sadəcə 4-cü aclıq aksiyasıdır. 2020-ci ildə yadınıza gəlirsə, Tofiq Yaqublu şərlənib həbs olunanda onda da yenə 17 günlük aclıq aksiyasından sonra apellyasiya məhkəməsinin qərarı ilə ev tutsaxlığına buraxılmışdı. Düzdür, sonra şərti cəza oldu, elədi. 2022-ci ildə yenə Bəxtiyar Hacıyeva azadlıq aksiyasında iştirak elədiyinə görə yenə 30 sutka həbs cəzası vermişlər və yenidən o apellyasiya məhkəməsinin qərarına məhkəmənin qərarına etiraz olaraq, yəni əsassız olaraq ki, güya Tofiq Yaqublu küçədə ünvansız söyüş söyüb, amma bütün görüntülər onu göstərdi ki, Tofiq Yaqublu sadəcə gəlib jurnalistlərin önünə deyib ki, bayramınız mübarək. Və buna görə Tofiq Yaqublu 30 sutka həbs cəzası vermişlər və buna etiraz olaraq atam yenə onda aclıq aksiyası elan elədi və həm həbsxana saxlanma şəraitinə etiraz olaraq, ən əsası da qanunsuz həbsinə etiraz olaraq. Həmin dövrdə anam Maya Yaqublu da o etiraz aclıq aksiyasına qoşulmuşdu və bunu bütün cəmiyyət ölkədə gördü ki, Tofiq Yaqublu əgər aclıq aksiyası ilə bağlı qərar verirsə, bu məsələ çox ciddidir, geri dönməzdir və prinsipialdır. Bu dəfə bizim narahatlığımız ən çox ona görədir ki, birincisi mənim atam niyə həbsdə olmalıdır? Niyə mənim atam şərlənməlidir? Niyə mənim atam hər dəfə azadlığa çıxandan sonra bir saxta cinayət işinə yenidən şərlənib uzun müddətli həbsə götürülməlidir? Yəni insan ömrü özünün dediyi kimi 2000 il deyir ki, deyəsən ki, 5-10 ildə belə geçsin. Yəni mənim atamın artıq ömrünün çox hissəsi həbsxanalarda, inzibati həbslərdə, təqiblərdə, işgəncələrdə keçib. Bu dəfə ona görə narahatıq ki, birincisi Tofiq Yaqublu bilirsiniz ki, dəfələrlə dəhşətli işgəncələrə məruz qalıb. Bu işgəncələrdən sonra səhhətində çox ciddi problemlər yaranıb. Hətta o qədər ciddi problemlər yaranıb ki, buna görə cərrahi əməliyyatlar olub neçə dəfə. Və bəzi şeylər var ki, təəssüf olaraq çox açıq mən deyə bilmirəm, amma mənim atam asma xəstəsidir, dizində problemi var, oturub qalxa bilmir,
öd kisəsi yoxdur və səhhətində həqiqətən çox ciddi problemlər var. Burunda nəfəs ala bilmir və belə bir adamın və xüsusən həbsxana şəraitində aclıq aksiyası eləməsi o onun ölümünlə nəticələnə bilər. Bu dəfə bizim narahatlığımız odur. Çünki atamın 20 yaşı, 30 yaşı yoxdur ki, orqanizmi cavan olsun. Artıq 64 yaşı var, 65 yaşın içindədir. Ondan əlavə bu həbsxana mühitində olması, əsəb sisteminin pozulması, bunlar yəni həbs olmuş hər kəs bilir ki, bunlar insan sağlamlığına, səhhətinə təsirsiz ötüşmür. Bu dəfə aclıq aksiyası isə Tofiq əmək bayaq telefonla da danışdıq. Özü də qeyd edir ki, hələ indiyənə qədər bu aclıq aksiyasına qəti və prinsipial, yəni bu qədər əmin olmamışdım. Yəni ki, həmişə əmin olub, yəni qərar vermədim. Yəni bu dəfə o qədər qətiyyəm ki, bu məsələ, yəni ki, öldü var, geri döndü yoxdur. Tofiq Yaqublunun ölümü sözsüz ki, bu cəmiyyətdə sakit olmayacaq və səssiz də keçməyəcək. Hətta bu qədər qorxu mühitinin içində, bu qədər repressiyaların daha gür olduğu bir vaxtda cəmiyyət yenə Tofiq Yaqubluya sahib çıxır, onun azadlığa, yəni çıxmasını tələb edir. Amma siz də bunun bir əksini düşünün ki, Tofiq Yaqubluya bir şey olarsa, bu cəmiyyət, bu xalq bu qədər səssiz qala bilərmi? Yəni onu heç kim hesablaya bilməz. Və Tofiq Yaqublu özü də bəyan eləmişdi ki, acaba mən onsuz da mən gedib 9 il niyə gedib həbsxanada olmalıyam? Elə ölüm ölümdürsə, elə mən onu bəri başdan öz iradəmlə seçirəm ki, mən bu qanunsuz həbsə etiraz edirəm. Sonu ölümdürsə qoy olsun. Bəlkə mənim ölümümdən sonra beynəlxalq ictimaiyyətin, dünyanın diqqəti Azərbaycana yönələr. Bir baxarlar ki, ölkədə nə baş verir? Niyə müxalifət lideri həbs olunub və yaxud da niyə müxalifət lideri aclıq aksiyası etməyə məcbur olub? Niyə o yolu seçib? Bəlkə ondan sonra Azərbaycana diqqət artar və ölkədə demokratik proseslərin başlanmasına təkan verər. Həm də Tofiq Yaqubun aclıq etməsində əsas səbəb odur ki, birinci qanunsuz həbsinə etiraz, uzun müddətli həbsə göndərilməsinə etiraz. Yəni onsuz da deyir ölümdür da. Yəni ki, mən nə qədər kim qarantiya verə bilər ki, Tofiq Yaqublu 2 ilmi, 3 ilmi yaşayacaq. Bu qədər həbslər olub, bu qədər işgəncələr olub, səhhətinə bu qədər problemlər. Heç kim sabahla bağlı nə olacağını bilmir. Eləcə də Tofiq Yaqublu. O da düşünür ki, elə ölümdürsə, mən bunu öz qərarımla verəm. Elə o bildirmişdi, mən katapultu olmayan hərbi pilotun vəziyyətindəyəm. Onsuz da ölürəm, bari mənim ölümüm bu cəmiyyətin xilasına təkan versin. Ailə olaraq biz çox narahatıq. Çox narahatıq və sözsüz ki, məsələn, dostlar, tanışlar, cəmiyyət onu bir siyasətçi olaraq bu adımdan narahatsa, biz ailə olaraq daha çox narahatıq ki, bizim doğmamız, əzimiz, canımız ölümlə üz-üzədir və biz onu hər an itirə bilərik və bu aclıq müddəti nə qədər davam edəcək, necə olacaq bilmirəm. Yalnız bircə bildiyim bir şey o var ki, Tofiq Yaqubun başına gələcək hər şeyə görə bütün məsuliyyəti İlham Əliyev və onun hakimiyyəti daşıyır. Bunu sənin üçün deyirəm, balam, sənin üçün deyir, bilirsən də, hazırsan. Hazıram. Bax, balam, qızım bil, bax, apardığın mübarizədə, xüsusən də qanunsuz olaraq məhkum olunmağına qarşı başlatdığın aclıq aksiyasında mən müdafiə edən və dəstəkləyən insanlara belə təşəkkür edirəm müraciətimdə. Verdiyiniz dəstəyə görə hər birinizə sonsuz təşəkkür edirəm. Bununla belə sizdən bir vacib xahişim var. Əgər mənə verdiyiniz dəstəyi əməli olaraq hiss etməyimi və bu dəstəyin apardığınız şərəfin müvazinə stimul verməyini istəyirsinizsə, məhkəmədə söylədiyim son sözü əvvəldən axıradək oxuyun və rəyinizi bildirin. Bu haqda kampaniya təşkil edin. Hər bir Azərbaycan vətəndaşı Əliyevlər hakimiyyətinin cinayətlər olduğunu və təqsirsiz insanları şərləyib həbsə atdığını ümumən bilir. Düşünürəm ki, mən son sözümdə Əliyevin şərləmə sisteminin çox detallı və olduqca tutarlı şəkildə işlətmişəm. Məncə, ölkədə demokratik dəyişikliklər uğrunda mübarizə aparan hər bir kəs ideoloji döyüş meydanında həm də bu faktlar və argumentlərlə silahlanmalıdır. Ki, demokratiya düşmənləri bizim qarşımızda aciz qalsınlar. Bir daha deyirəm, dünya dağla, 2 dünya bir olar. Yenə deyirəm, mən o həbsxanada yaşamaq istəmirəm. Nə fərq var, getirib laf hətta 9 ildən sonra burası, bir aydan sonra yenə tuş alacaqlar içəri. Yenə olacaq. Yenə o heç
heç nə dəyişdirmir. Tamam. Atacan. Yaşasın demokratiya, mübarizə axıra qədər hamınızı öpürəm. Səni Sizi dünya qədər sevirəm.